Salam əziz izləyicilər, bir dəqiqə bir sual videomuzda xoş gördük sizləri. Bu videolarda biz sizə son illərdə qəbul imtahanına düşmüş sualların izahını veririk. Belə suallardan biri də 8-ci sualdır. 8-ci sualda yenə bizə Azərbaycan dövlətlərini verib, Atropatena dövləti və Albaniya dövləti verib. Baxırıq, Atropatena dövlətinə Bariyak üsyanı olmaz. Çünki Bariyak üsyanı olan zaman hələ Atropat canişin idi, yəni dövlət yox idi. Deməli, bir də A olmaz. 2-yə, İskəndərin, daha doğrusu B-yə baxaq. Makedoniya İskəndərin yürüşünə məruz qalması. Bu da olmaz. Çünki İskəndər yürüş edən zaman Atropatena dövləti olmuyor. C-yə baxaq. Eradan əvvəl 190-cı ildən sonra yenidən müstəqillik əldə edib. Bəli, söhbət Maqneziya döyüşündən gedir. Selevklərin asılılığından xilas olur. İkinciyə baxaq. Albaniya dövləti. 2-ci əsrin birinci yarısında Roma imperiyasında dostluq əlaqələrinin saxlanılması. Söhbət Adriandan gedir. Bu olar. Selevklərdən asılı olması. Bu olmaz. Makedoniya İskəndərin pullarına oxşar pulların kəsilməsi bu olar. Deməli, bu sualda doğru cavab 1-ə C, 2-yə isə AC şəklində olmalıdır. Həmin variant isə hardadır? C variantındadır. Bu sualda cavabımız C.